İmtahanına düşmüş növbəti sualla davam edək. Nümunələrə əsasən uyğunluğu müəyyən edin. Vahidin istəyi uşaqların bu gün şəhərə getməyi idi. Bütün zəiflərin gücü, bütün güclərin də bir zəif tərəfi var. Onun bu sözünü eşidincə Rüstəm ayağa qalxdı. Cümlə üzvlərindən mübtada zəfli xəbər işlənib. Uşaqlar, bu üçə aid olan fikirdir. Nə zaman onun bu sözünü eşidincə cümlənin zəfliyi kim? Rüstəm mübtadası. Nə etdi? Ayağa qalxdı cümlənin xəbəri. 3 olacaq A. Ümumi şəxsli fikir hamıya aid edilir. Burada ümumi şəxsli cümlə yoxdur. İşarə vəzi təyin ifadə vasitəsidir. Bu da heç birinə aid deyil. İkinci dərəcəli üzv işlənməyən sadə cümlədir. Bu birinci cümləyə aiddir. Nə? Vahidin istəyi nə idi? Uşaqların bu gün şəhərə getməyi idi. Və E bəndi isə xəbəri suala cavab vermir. Bu isə ikinci cümləyə aiddir. Var sözü bildiyiniz kimi heç biri suala cavab verməyən xəbərdir. Ona görə doğru cavabımız olur B variantı.